Salam hörmətli izləyicilər, hər vaxtınız xeyirli olsun. Aprel ayının 28-də fərqli bir yerdəndir görüntülərimiz. Qarşıda görünən Tikəlilər Nəsildaş kəndinin bir neçə evidir, məktəbdir. İnzibat ərazi üzrə nümayəndəlikdir. Dumanların arxasında qalan gülüm dağıdır. Həmişə görmüşük. Şax vüqarla qarşımızdadır. Bugün də vüqarı şaxdır, ancaq çən onu örtüb. Səhər hava bundan yaxşı idi. İndi çən də gəldi. Azacıq yağış da yağdı. Mən də yaşıl yamaçları görüb atlayıb bu tərəfdə göbələkdən, calıqdan toplamaq istədim. Belə baxıram, heç o tərəf yoxdur burada. Çocuğa ümidlərim kəsildi. Yolun kənarlarında var idi. Bura oradan yüksəkdir. Soyuqdur, o tərəf inkişaf eləmir. Köy canavarla bura qədər gəldim. Kös imkan vermir, yoxsa biraz da yuxarı qalxmaq mümkündür. Dərədən gür su axır. Yuxarıda buz bulaqlar da var. Yağışların sayəsində torpaq opan su yavaş-yavaş yamaçlardan çıxır, dərənin suyu artır. Çay qədər suyu var. O taydan da maşın yolu varmış, oranı da təftiş eləməliyəm. Əgər qarşıya gedəcəmsə, niyə bura gəldim, birbaşa gedərdim ora. Dərənin suyu bir çayın suyu qədər var. Tərtəmiz bulaqlardan süzülür, yamaçlardan batıb çıxır. Yamaçlara baxıram, gözüm cazıq axtarır. Cazıq tapmadım, ancaq maral otu var. Yenə də çıxır. Mənə bu yamaçları nişan verdilər ki, ged ora bir kisə göbələk yığılsın. Mən də bir kisə götürmüşəm, boş kisə. Ama bəs göbələklər.
Yuxarıda yamaçda bir şey ağarır. Düz getdim ona. Bir dənəsini tapsam həvəslənəcəm. Daş oxşuyur ancaq. Allatdı məni. Başqasını allatmamaq üçün ağ yerini çevirəcəm. Tərs qoyacam. Mən yandım, başqaları yanmaz. Kəfşənin bu hissəsinə çox da heyvan ayağı dəyməyib. Otun hündürlüyü biraz çoxdur. Biraz nəfəsimi dərim. Başa duman pare pare. Yol ver dağlar, yol ver bana. Gönlüm ister gedək yare. Yol ver dağlar, yol ver bana. Dumanın dağa tərəf hərəkət elədiyi buradan seçilir. Yavaş-yavaş gedir, tələsmir. Gülümgülümün ətrafından keçə bilmir. Onun gravitasiyasına məruz qalıb. Ona meyl eləyir. Dağın ətrafında bir-iki tur atıb, surət alıb dağa tərəf gedə bilər. Neyniyim, bura qədər gəlmişəm, biraz da yamazı çıxım. Çünki oldun dəyirmançı, çağır gəlsin, dən koroğlu. Aşağı kəsimlərə çox çonu olur, buralar hündürdür. Çox gəzməzlər deyə gəlmişəm bura. Ayın məskəni də buralarda. Diqqətlə baxım, əgər uzaqdan gəlmiş olsa tüpürüb dabanıma qaçacaq. Yox, əgər yaxınlıqda qarşı-qarşıya çıxsaq kolun ətrafında gizlənqaç oynayacaq. Başqa nə otlarda çıxan? Çox ot tanışdı, ancaq onlara ad verməmişəm. Bilmirəm necə adlanır. Ən məşhurlarını tanıyıram. Aralotu idi, cazıqdır. Yemlikdir. Cazıq burada var. Körpə də yığıblar orada. Bıçağını kəsiblər, artlayıb qabıqlarını atıblar bura. Mən dedim bura gəlməzlər. Hər yer gəziblər. Sən saydığını say, gör fələk nəsə. Dərə kənarında nəhəng bir daş var. Yuxarıdan qayadan uçub gəlmiş olmalıdır. Ona da sıxınmış bir söyüddür, quruyub qanadları. Kollar əsasən itburnudur, yemişandır.
Bunlara biz dovşan alması deyirik. Çox elastik qanadları olur. Əvvəl kəsib salıb düzəldirik tövlərini süpürmək üçün. Sındanlıq, elastiklikdən bir şey qalmayıb yox. Başqa şey oldu yox. Həmin ki oldu, qozaları tez sınır. Cavanları da özümlüdür. Sazıq yığıb gediblər. Deməli buradan bir şey tapa bilməyəcəm. Sazıq yığan göbələyi yığmaz. Hər yerdə insan izləri var. Maral otu burada daha çoxmuş. Yığma vaxtı iyun ayının ortalarıdır. Yol kənarından yığırıq, yaxın olsun, heç buralara gəlməmiş. O vaxt buralar otu olur, maşın da sürmək olur. Burada istəmə maral otudur. Onu körpə-kirpə yığmağa mənası yoxdur. Yetişməlidir ki, döyüb ayrana salan kimi iyi çıxsın, dadı çıxsın. Hər yerdə cazıq yığılıb, artlanıb. Daha mənim burada bir işim yox. Geri qayıtmalıyım. Buralarda donuzlar eşib. Ayı da eşə bilər. Nə axtar, yerdən qarışıq axtara bilər, o kök tapa bilər. Bu yamaçda cazıq çoxmuş. Kimsə elə oturub burada bir üzdən yığıb, qabıqlarını da arıtlayıb töküb. Biraz gedim o tərəfə, bəlkə mənim də qismətim var. Mənim də qismətimdə nələr var bəlkə də. Gözümə bir gün sataşdı. Nə güldü görəsən. Ətri yoxdur, görüntüsü var. Cazıq burada iriymiş, görünə boyda olubdur. Ancaq elə qartın da yığmaq məqsəd uyğun deyil. İndi gəl buradan geç görüm necə keçəsən. Bir də paltardan olmaq var. Sırıq-sırıq eləyəcək üstü başım. Bu tərəfə geçməyib cazıqçılar. Ona görə geçməyiblər ki, iş yoxdur. Lap aşağıda dam örtükləri görünən biz kəndidir. Daim izləyicilərimiz tanıyır. Nəsirvaz kəndinin də yarısı görsəndi. Bəlkə də yarıdan çoxu. Evləri bir-bir saysaq. Bəşir müəllimin evi orada. Nəvəm oğlumun, intiqamın, babaxan müəllimin. Divarı görəklidə kraskalanmış Cahangir dairindir. Bu məhəllədə hamısı görsənir. O tərəfdə də bir neçəsi görünməyə bilir. Nə qədər var ki, Nəsirvaz kəndində? 25, 30, 2, 4, 6, 8, 10, 12, 14, 16, 18, 20, 22, 24, 26, 2, 4, 6'sı da orada, 33 yalanı daha çoxun saydım deməli. Görünməyən ev qalmadı.
Cazıq var ancaq kolların arasındadır. Ora girmək lazımdır. Diz üstə çökmək. Üstü başım batacaq. Paltarım dırılacaq. Yaxşısı budur mən kol-kosdan uzaqda olanlardan yığım. Deyirlər siz dağları ağaçlandırın, çoxlu ağac əkin. Təbii şəraitə uyğunlaşan kol-kos var. Başqa ağac əksən belə quruyacaq. Bir dənəsinin yanına 1000 dənə pöhrə çıxıb. Elə bunlar bəs eləyər. Bildiklərim bəs elər, elə bildiyim qədər. Sevinç dağına çıxsan, sanma dərddən uzaqsan. Bir gün ağlayacaqsan, gülə bildiyin qədər. İndi nə qədər gəlmişəm, bu yolu bir getmək də var. İdrak yolu qorxulu, gülündən çoxdur kolu. Gedəcəksən bu yolu gələ bildiyin qədər. Çal dünyadan şad günü çala bildiyin qədər. Verəcəksən unutma ala bildiyin qədər. Bəxtiyar Vahabzadənin şeiri hatta budda yadıma düşdü. Axırdan başlayıb bir neçə bənd dedim. Sağ olun, hörmətli izləyicilər. Növbəti videolarda görüşərik. Salamat qalın.